Salamlar. Bugünkü mövzu migren klinikası və müasir müalicə üsullarından ibarətdir. Migren nöroloji klinikində və dünya sıxlıqları sıx rast gəlinən xəstəlik olub, qadınlar arasında üstünlük təşkil etməkdədir. Özəlliklə 25-55 yaşındakı doğurganlıq çağındakı qadınlarda təzahürünü göstərməkdədir. Aural və aurasız migren formaları mövcuddur və aurasız bunun 3/2-sini təşkil edir. Migren dediyimizdə ən çox rast gəlinən forması baş ağrı olsa da sadəcə baş ağrısından ibarət deyil. Təşkil etdiyi parlaq işıq çaxmaları, ziqzaqlar ola bilər, qara nöqtələnmələr şəklində skatomlar, ətrafdakı əşyaların ölçülərindəki dəyişiklik şəklində böyük-kiçik görmə kimi və yaxud da ki, hər hansı bir ətrafda motor defisit şəklində ortaya çıxmaqdadır. Baş ağrısı fazında isə genəldə yüngül başlayıb bir neçə saat içərisində maksimum şiddətindən uzanan orta şiddətdə zonklayıcı şəkildə tək tərəfli baş ağrısıdır. Fotofobi, fonofobi, səsin işini rahatsız edici xarakterdədir. Baş ağrısından sonraki dönəmdə isə, postrom dönəmdə isə 2 günə qədər uzana bilməkdədir bəzi xəstələrdə. Xəstələr baş ağrısı keçsə də həmən normal həyatlarına, normal vəziyyətlərinə dönə bilməməkdədir. Burada da yuxulluq halı, gərginlik, narahatçılıq hissi davam edə bilməkdədir. Hər faz, hər xəstədə eyni şəkildə meydana çıxmır, eyni şəkildə davam etmir, eyni şəkildə təzahür etmir. Elə faz var ki, ya çox az semptomlar və yaxud da heç ölməyə də bilirlər. Qızdırıcılıqlı migreni qıcıqlandırıcı olaraq saydığımız egzersizlər olsun, stres olsun, aclıq olsun, yuxusuzluq olsun, çox yatmaq olsun, menstruasyon dönəm hormonal dəyişiklik kimi və yaxud da hər hansı bir iyi qoxu dönəməsi, bu da prodromal fazın bir parçasıdır eyni zamanda. Migren özü ataklar və bu ataklar arasında keçən zaman döngüsündən ibarətdir. Burada genetik yatkınlıq, genetik hiperekstəklərin olması, ailəsində, ana, bacı, qardaş, əkizində migrenin olması, migren çevrəsel faktorlarla birlikdə migren olasılığını artırmaqdadır. Qısaca migrenin nörofizyolojisinə toxunmaq gərəkirsə, prodromal fazda hipotalamik aksın, hipotalamik olan aktivliyi hesabına ortaya çıxar əlamətlər çıxmışkən, aura fazında isə kortikal yayılan deporizasyon hesabına olaraq kortekste oluşan inflamasyonun meningeal damarlardan salgılanan CGRP peptidləri hesabına trigonovaskülər sistemi uyararaq vazoaktiv peptidlərin salınması və ağrının yayılması və migren atağının oluşmasına səbəb yaratmaqdadır. Biz migrəndə nə edirik müalicəsində davrandığımızda akut müalicə, kəskin dönəm müalicəsi və profilaktik müalicə olaraqdan ələ almaq gərəkirsə, akut ataq müalicəsində burada məqsəd əsas ağrının sıxlığının şiddətinin azaldılması, hətta mümkündürsə ağrıdan qaldırılması və 24 saatdan 48 saata qədər təkrarlamamasına nail olmaqdır. Burada əsas istifadə etdiyimiz dərmanlar, non-steroidlər, triptanlar, kafein, hətta antiemetik dərmanlardırlar. Non-steroidlərdən ibuprofen, naproxen, diklofenak, ketorolac kimi dərmanlar asetilsalisik turşusu kimi dərmanlar istifadə etməkdəyiz. Bu dərmanlarda istifadə edərkən say önəmlidir. Dopaminerjik sistemin aktivliyi hesabına ortaya çıxan bulantı, qusma, aşırı əsnəmə kimi əlamətlərdə isə metoklopramid və domperidon tabletlərinin istifadəsi ağrının dolayı yolu da olsa gastrointestinal etki üzərindən təsir göstərərək şiddətinin azaldılmasında yardımcı olmaqdadır. Kafein özünün analjezik etkisi olmasa da gastrointestinal motilitəyə təsir edərəkdən və mədə pH-ını düşürərəkdən də analjezik etki sağlamaqda yardımcı olmaqdadır. Migrendə istifadə olunan triptanlarda hızlı və yəni tez təsiri ilə əlaqəli olaraq subkutan sumatriptandan və yaxud da intranazal olaraq zolmitriptandan istifadə olunması tövsiyə olunur. Eyni zamanda uzun təsirli dərman, ikinci dərman istifadəsinə bitki sürəsinin uzun olan frobotriptanın da 26 saata qədər istifadə sürəsi, təsir müddəti mövcuddur. Ona görə də dərman seçimi edərkən bunların nəzərə alınması, triptanlar və non-steroidlərin istifadəsində mümkün olan qədər atağın uzun müddətli ərtələnməsi, ağrının keçirilməsi
və aşırı dərman istifadəsindən, çox dərman istifadəsindən qaçınılmasına da miqrenin profilaktik dönəmdə atak müalicəsində önəm kəsb edən durumlardandır. Lasmitdən digər yeni son illərdə istifadəsi olunan bir dərmandır. Bu 5-HT1F üzərindən təsir göstərərək reseptor orqanistidir. Burada əsas önəmli olan triptanlardakı kimi vazokonstruksiyon etki etmədən güvənli olaraqdan kardiovaskular riskli xəstələrdə rahatlıqla istifadə oluna bilən dərmandır. Biz miqrendə dərman seçərkən nəyə diqqət etməmiz gərəkir? Xəstənin komorbid xəstəliklərinə görə dərman seçimini olunmalıdır. Məsələn, xəstədə təzyiq, ürək-damar xəstəlikləri varsa, beta blokerlərdən istifadəsi, depression, anksiyete kimi durumlar mövcuddursa, antidepressant seçiminə üstünlük verilməli, epilepsi ilə bir yerdə prezent olan bir miqrəndirsə, antiepileptiklərdən, antikonvülsivlərdən istifadə olmalı. Obezitesi olan, kilo ilə bağlı problem olan xəstədirsə, topiramatdan istifadə olması, ailəvi hemiplegik miqrendə isə verapamildən istifadə olması tövsiyə olunur. Yəni seçimi bu dərmanlar qruplarından seçilməsi tövsiyə olunmaqdadır. Eyni zamanda xəstədə olan komorbid durumlara görə də bəzi dərmanlardan qaçınılması gərəklidir. Məsələn, astım, diabeti olan xəstələrdə beta blokerlərin istifadəsi tövsiyə olunmur və yaxud da antidepressan istifadəsi, profilaktik müalicədə antidepressan istifadəsi olan xəstələrdə triptanların aşırı istifadəsindən qaçınılmalı ki, serotonerjik sendromla qarşı-qarşıya gəlməsi. Miqren profilaksisindəki dərman müalicələrində, hansı ki, miqrenin müalicəsindəki müasir metodlar dediyimizdə 2020-ci ildən etibarən dünyada, hətta Türkiyədə istifadə olunan müalicə üsullardır. Hal-hazırda Azərbaycanda mövcud olmasa da bu müalicə üsullarını toxunmaq istədim. Burada CGRP dedik ki, miqrenin neyrofizyolojisində artış göstərərək nevroinflamasyonun yayılmasına və miqren atağının oluşturulmasında rol oynayır. Ona görə də bu CGRP inhibitorlarından istifadə edərək miqren müalicəsi formalaşmışdır. Müasir yanaşmalarda bunun üzərindən təsir göstərən müalicə üsullarına üstünlük verilmişdir. CGRP antikorları bu CGRP liqandlarına bağlanaraq bunların etkisini geri çevirməkdədir. Qalsinizumab, eptinezumab, framenezumab istifadə olunan müalicə metodlardır. Qalsinizumab və framenezumab subkutan olaraqdan dəri altına ayda bir enjeksiyon formalarında ikən, eptinezumab isə 3 ayda bir istifadə olunan damardan ayrı olaraqdan istifadə olunan digər enjektor müalicəsidir. CGRP reseptor provokatoru olan elimumab da subkutan olaraq istifadə olunmaqdadır. Tablet formalarına gəldiyimizdə isə CGRP-nin birbaşa özünü blokad reseptorunun özünü birbaşa blokad edən müalicə üsullardır. Bunlara gepantlar qrupu altında cəmləşdirilmişdir. Atogepant, rimegepant günlük və gün aşırı istifadə olunan oral tabletlər formasında da atogepantı oral olaraq ağızdan tablet formasında günlük alaraq həm atak, həm də profilaktik müalicədə istifadə olunarkən rimegepant isə bir gündən bir olaraq da oral və oral olaraq atak və profilaktik müalicədə istifadə olunur. Atak müalicəsində istifadə olunan digər gepant və hızlı təsiri olan zevegepant intranazal sprey formunda olan gepant molekulasıdır. Bu miqren müalicələrinin bir-birlərinə də istifadəsi sırasında diqqət edilməsi gərəkən və çatışan-çatışmayan cəhətlərini ələ alırsaq qısaca, triptanlardan istifadə edərkən burada əsas çatışmayan cəhət kardiovaskular riskin nəzərə alınması və dərman istifadəsində dərmanın çox istifadəsi sırasında rebound baş ağrısının olmasını nəzərə almaq gərəkməkdədir. Say önəmlidir qısacası. Lasmintan santral sinir sistemi etkili olub. Burada vazokonstruksiyon etki olmasa da dezavantaj olaraqdan 8 saata qədər sürən sərsəmlik, yuxulluq halının olması çatışmayan bir dezavantaj bir xüsusiyyətidir. Gepantlarda isə trigeminovaskular sistem üzərindən təsir göstərərək bu kimi nə vazokonstruksiyon, nə də yuxulluq halı yaratmamaqdan güvənli olaraqdan istifadə oluna bilən atak və profilaktik müalicə üsullarıdır. Biz CGRP
reseptorlar üzərindən olan bu müalicə üsullarında Beynəlxalq Baş Ağrı Dərnəyinin önərisi bu şəkildədir ki, əgər xəstədə 4 miqren atağı mövcuddursa ən az olaraqdan və epizodik, xronik şəkildə miqreni varsa, digər müalicə formalarına tabi olmayan bir miqrendirsə, o zaman istifadəsini tövsiyə etməkdədir. Bu zaman seçilməsini önərir. Amma Avropa Baş Ağrı Federasiyası isə bu molekulların, yeni müasir molekulların ilk dəfədən olaraq seçilməsini tövsiyə edir. Nəticə etibarilə bu müalicə üsulları miqrendə olan, hal-hazırda ölkəmizdə migrenin müalicəsi yoxdur mifinin, aradan bu müalicə üsullarında olan baş ağrı, ulğurun olması və migrenin müalicəsi yoxdur mifinin aradan qaldırılmasında böyük bir uğurdur. Eyni zamanda önəmli bir xəstəlik olan, migren kimi önəmli bir xəstəlik olan problemin insan həyatının kalitəsindəki etkisini azaltmağa yönəlik bir yoldur.